Salamlayıram bir də. Bura bildiyiniz kimi avtomol Qafqazda ən böyük maşın molu sayılır. Hətta ən böyük və tək avtomol buradır. Sizə bu gün mən elektrik maşınlar haqqında, hibrid maşınlar haqqında, benzin və dizel maşınlar haqqında danışacağım və hansının niyə ziyanlı olduğunu, yaxud hibrid və elektrik maşınların təbiətimizə necə xeyirli bir iş olduğunu anlatacağım. Gəl. Maşın tanıyırsınız? Bugünkü bu tədbiri müəllimlər tərəfindən ideya olsa da, biz çox məmnuniyyətlə qarşılayırıq. Bizim gənc nəsilə belə şeyləri öyrətmək, ümumiyyətlə, gənc nəsili az yaşdan öyrətmək mənim fikrimdə çox önəmli bir şeydir. Burada bugün biz danışdıq hibrid maşınlar, elektrik maşınlar, benzin maşınlar, dizel maşınlar, ümumiyyətlə, hansı necə işləyir, xeyirləri nədir, ziyanları nədir, istehsal necə baş verir. Ondan əlavə mərtəbələri gəzdik. Bizim burada klassik maşınlar var. Elektrikli də var, benzinli və hər cür maşınımız olduğu üçün bir-bir hamısının nümunəsini göstərə-göstərə izah elədim. Gözlədiyimdən mən sizə deyərdim, hətta çox daha yaxşı oldu. Mən elə bilirdim uşaqların elə çox marağı olmaz, bu yaşda maşınlara elə çox maraq düşünmürdüm. Amma hamısı, hətta qızlar da, oğlanlar da, hamısı çox maraqlıydı maşınlar. Mənim çox xoşum gəldi maşınlarda. Mən istəyərdim bir maşın almaq buradan. Ən maraqlı olan məncə biz o maşına minəndə, bir də o sport kar xodlananda. O biraz qorxuluydu, amma hələ də maraqlıydı.